Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əlçov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarıcıda dəstək olan şəxsə deyilir, yoldaşlar. Bugün mən sizə bəzi iş elanları haqqında məlumat vermək istəyirəm, ümumi məlumat vermək istəyirəm. Qeyd edeyim ki, özəl dəstək istəyirsinizsə, iş axtarışınızla bağlı dəstək istəyirsinizsə, videonun üzərində əlaqə vasitəsi qeyd olunubdur. Yoldaşlar, kababçı işi var. Onlardan biri misal üçün Sabunçu rayon Başxanov qəsəbəsindədir. Digəri misal üçün Nəsimi rayonundadır, İnqilabda ailəvi restoran lazımdır, türk kabablarını yaxşı bilən. Sonra operator işi var, misal üçün yoldaşlar. Yəni bunlar haqqında qısa məlumat verim. Çünki çoxdur işlər yoldaşlar. Ümumiyyətlə qeyd edim ki, bu iş yeri elədir ki, onlayn şəkildə işləyə bilirsiniz. 200 manatlıq bir işdir. Sonra yanacaq dolduran işi var yoldaşlar, səyyar satıcı işi var, rus dili müəlliməsi işi var, şüşə cəxində işçiyə ehtiyac var, ütücü işi var gecə növbəsində, mühəndis işi var, qrafik dizayner işi var yarım ştat olaraq. Bundan əlavə part-time olaraq başqa işdə var. Hətta xatırlayıram, xadimə işi var 1 saat yarımlıq, 2 saatlıq. IT support işi var yoldaşlar, velosiped ustası işi var 1000 manatlıq, daşıyıcı işi var 600 manatlıq, mexaniki köməkçi işi var 900 manatlıq, heyvan bərbəri işi var 700 manatlıq, baş dərmanlayıcı işi var 800 manatlıq, baş qəssab işi var 700 manatlıq, elektrik işi var, velosiped üzrə satış təmsilçisi işi var 600 manatlıq, kasser işi var Sahil qəsəbəsində Kontafonda, Camalda Ayslan satıcı əvəzləyici işi var, satış nümayəndəsi işi var 600 manatlıq, sales assistent işi var Paşa Real Estate-də, kiçik aqronom işi var Yalama Aqroparkda, sonra Azərbaycan Mikrokredit Bank olmayan kredit təşkilatının daxili nəzarətçisinə ehtiyac var. Sonra qəbul edici işi var Azərbaycan Otomobilistə. Sonra dülgər işi var Fox Engineering Construction şirkətində, köməkçi müəllimə ehtiyac var, təkər montajçısı var, elektromexanik köməkçisi var, avtoçilingərlər var, çilingər var nömrə 1 çörək zavodunda, mexaniki qaynaqçı işi var Norm şirkətində, Hong Kong Bank adlı bir şirkət var, həmin şirkətdə ofisant işi var, ofisant işi başqa yerdə də var, ofisant işi 700 manatlıq olan da var, santexnik işi var Kontafonda, usta köməkçi işi var 800 manatlıq, usta köməkçi başqa yerdə də var, bəndən işi də var yoldaşlar, laborant işi var, Landava Education'da etibatçı işi var, stomatoloq köməkçi işi var, ortoped texniki assistent işi var. Bu və bənzər iş elanlarla tanış olmaq üçün, ümumiyyətlə digər iş elanlarla da tanış olmaq üçün və ümumiyyətlə iş axtarışınızda dəstək əldə etmək üçün videonun üzərində qeyd olunan əlaqə vasitəsilə mesaj yoxlaya bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.